Avroviziya 2012 mahnı müsabiqəsinin Bakıda keçirilən final mərhələsinin rəsmi sponsoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəvəti ilə mayın 24-dən 29-na qədər Amerikanın müxtəlif ştatlarının qanunverici orqanlarını təmsil edən konqresmen və senatorlardan, habelə tanınmış ictimai xadimlərdən ibarət böyük bir nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Amerika nümayəndə heyətinin üzvləri səfərlərinin ilk günündə Şəhidlər Xiyabanını ziyarət edərək vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etdilər. Azərbaycanda hər kəs bugünkü azadlığına görə və əldə etdiyi imkanlara görə minnətdardır. Sizin inkişafınızı görmək çox təsir edicidir. Burada vətənpərvərlik, sevgi, Azərbaycanın Birləşmiş Ştatlarla saxlamaq istədiyi tərəfdaşlıq münasibətləri hiss olunur. Bu çox əhəmiyyətlidir, çünki həm Azərbaycan, həm də Birləşmiş Ştatlar bu dəyərləri qorumaq istəyir. Biz insanların həmin tərəfdaşlığa verdiyi önəmdən çox təsirlənmişik. Bu münasibətləri qorumaq bir-birini anlamaqdan keçir. Azərbaycan Respublikasının Milli Məclisində, Heydər Əliyev Fondunda, Azərbaycan Diplomatik Akademiyasında, Dillər Universitetindəki Amerika mərkəzində keçirilən görüşlər maraqlı fikir mübadiləsilə yaddaşlara həkk olundu. Ölkəmizin son illərdə qazandığı sosial-iqtisadi uğurlar, Azərbaycan-Amerika münasibətləri, gələcək perspektivlər müzakirə olundu. Azərbaycan Respublika quruluşuna malikdir. İnsanlara səs vermək və hökumətlərini seçmə hüququnun verilməsi çox gözəl işdir. Birləşmiş Ştatların vətəndaşı olaraq mən Azərbaycanın siyasətini dəstəkləyəcəm. $20 il öncə əgər Qərbdə Birləşmiş Ştatlarda Azərbaycan barədə danışarkən Azərbaycan hardadır, Azərbaycan nə deməkdir kimi suallara cavab verməli olurduqsa, bugün bizim işimiz daha asandır. Çünki bugün Azərbaycan dünya xəritəsində öz möhkəm yerini tutur. Biz doğrudan da Birləşmiş Ştatlarla Azərbaycan arasındakı bu münasibətləri qoruyub inkişaf etdirmək niyyətindəyik. Təəssüf etdiyim yeganə məsələ o oldu ki, bura daha öncədən gəlməmişəm. Çox istərdim ki, əvvəldən də bu ölkə onun necə gözəl olması haqqında biliklər əldə edim. Burada insanlar çox qonaqpərvər, əli açıq, hər şey çox gözəldir. Yüksək səviyyədə təşkil edilmişdir. Biz ən gözəl yerlərə baş çəkdik. Mətbəxiniz çox zəngindir. Mən bu ölkənin necə böyük sərvətlərə malik olmasına heyranam. İnsanların necə yaxşı İngiliscə danışmaları da məni təəccübləndirib.
28 may Respublika günü münasibətilə Cümeyrah otelində verdiyi rəsmi ziyarətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev qonaqlar qarşısında çıxış edərək bildirdi ki, hələ 1918-ci ildə Azərbaycan demokratik idealları, insan hüquqlarını öz dövlət siyasətinin prioritetləri olaraq bütün dünyaya bəyan etmiş, Amerika və Avropa ölkələrindən xeyli əvvəl qadınlara seçki hüququ vermişdi. Ölkəmizin beynəlxalq birlikdə özünə layiqli yer tutduğunu nəzərə çatdıran Rövnəq Abdullayev Respublikamızın dünyada tanınmasında belə səfərlərin böyük rol oynadığını vurğuladı. Amerika nümayəndə heyətinin üzvləri Azərbaycanın demokratiya və insan hüquqlarına hörmət ruhunda inkişaf etdiyini yüksək qiymətləndirdi. Bildirdilər ki, Azərbaycan həqiqətlərini Amerika və dünya ictimaiyyətinə çatdırılması üçün əllərindən gələni edəcəklər.